Aleksandr Usyk uduzdu. Bəli, siz bilirsiniz, Aleksandr Usyk uduzmuşdu bu döyüşü. Mən nə qədər də boksun fanatı olsam da, amma etiraf eləməliyim ki, kickboksu Rico Verhoeven tarixin bəlkə də ən yaxşı boksçusunu məğlub eləmişdi və referi orada çox çobut bir səhv elədi. Məsələ nə idi? 11-ci raund artıq vaxt bitmişdi. Knockdowndan qalxandan sonra 6-7 saniyə qalmışdı. Usyk getdi rəqibi söndürməyə, kantarda sıxdı və döyürdü. Vaxt darmışdı, referi döyüş saxlamaqdan 2 raund bitib, döyüşü saxladı ki, döyüş nokautla qərara alınsın. Bu çox böyük səhv idi. Əgər referi düzgün hərəkət eləsəydi, Rico Verhoeven qayıdacaqdı küncə və 1 dəqiqə ərzində özünə gəlib, sonuncu raundu qaça bilərdi, fırlada bilərdi. Axır ki, döyüşü pozub, tam olaraq 12-ci raundda ayaq üstə dura bilərdi və döyüşü ona verəcəklər. Çünki tək qapı demək olar ki, udmuşdu. Mənim hesablarıma görə, raundlarla Rico 8 raunda ən az aparmışdı. 8 raund. 11-ci raunda qədər 8-2 hesab və çox ekspertlərin fikrincə də belə olmuşdu. Hətta tanınmış bir jurnalist var, Mike Kapinger, o da elə həmin hesabı qoymuşdu. 8-2. Tarixin ən yaxşı boksçusu 8-2 hesabla boksu debüt eləyən bir adamla vuruşdu və çox bərbad günündə vuruşdu. Bu biabırçılıq idi. Boksun çox bir pis reklam idi. Təəssüflər olsun ki, əminəm ki, Usyk sadəcə rəqibi ciddiyə almadı və satılmış döyüş haqqında fikirlər ümumiyyətlə yeri yoxdur. Axşam icmal gələcək, Erxaş İcmal kanalında mütləq baxın, döyüş haqqında icmal eləyəcəm. Sağ olun, fikirlərinizi şərhdə yazın.